İkinci Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi Leytenant Şükürlü Elvin Azadoğlunun anım mərasimi keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tərgüllər düzülüb. Mərasimdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimiz ilə bitdi. Zəfərimizə mənəvi məna verən isə 30 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı. Xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq. Sonra balaca fidanlar şəhid Elvinin xatirəsinə əsr olunmuş şeir səsləndirdilər. Direği oldu vətənin. Mən Əliseynəm. Elvin körünü obrasın məktəbimizdə canlandırmışdım. İndi isə qolumdakı bir saat Elvin körünün qardaşı hədiyyə verdiyi saatdır. Mən onu qürurla daşıyıram. Biz sizi çox istəyirik. Şəhidlər ölməz, vətən bölünməz. Xalqımız bu zəfəri bizə yaşadan möhtərəm prezidentimiz Müzəffər Ali Başkomandan İlham Əliyevə, Rəşadətli Azərbaycan ordusuna minnətdardır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısı Ali Başkomandan İlham Əliyevə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.